Trenddən brendə gedən yol part 6. Salam, hər vaxtınız xeyir olsun dəyərli müştərilər. Sizlərlə bu günləri Fırtına jurnalinin dəst formada rənglənməsini və boyalanmasını paylaşırıq. Müştərimiz 2 dənə sehpa, 1 dənə jurnalin istəmişdi. Və gördüyünüz kimi burada alt rəngi vurulur, astarlanıb, hazırlanıb, yığılıb. Alt rəngi vurulur və bir də xatırladım ki, müştərimiz üst hissəsini və alt hissəsini ağ rəng istəmişdi. Və biz məcburiyyətdən onu kleysiz hazır eləmişik və ən sonda kleyləyib yenidən yığacağıq. Ayrı-ayrı vəziyyətdə rəngləri, çünki biri həmiz açıq rəngdə olmalıdır. Digər hissəsi gördüyünüz kimi burada mətbə boyası ilə tekstura verilməlidir. Videonun sonunda da görəsiniz, çox möhtəşəm bir şey alınıb. Düzdür, biz bunu dəst olaraq hələ heç hazır eləməmişdik. Müştəri istədi, biz də məmnuniyyətlə hazır elədik. Səliqəli və keyfiyyətli formada. Və burada xırda naxışlar açırıq üstünə kislə. Gördüyünüz kimi. Çox möhtəşəm bir şey alınıb. Sonda inşallah evdən görüntüsünü paylaşmışıq. Xatırladaq ki, bütün məhsullarımız MDF materialdan hazırlanır. 18 mm qalınlığında MDF materialdan hazırlanır. İstənilən rəngdə vurmaq olur. Astar, boya, lak prosesindən keçir. Material lakla, parlaq lakla istədiyiniz formada sifariş verə bilərsiniz. Və təbii ki, jurnalini və səhpanı da dəstləşdirə bilərsiniz. İstədiyiniz modellə istədiyiniz modeli dəstləşdirə bilərsiniz. Və bu da jurnalinin alt hissəsidir. Burada tekstura verilir. Jurnalinin üst hissəsi 130-un 65 cm-dir. Hündürlüyü isə 45 cm-dir. Və burada gördüyünüz kimi artıq lak vurulur. Bu jurnalın üst hissəsidir. Və ustamız tərəfindən bu jurnal masasının üstü laklanır. Və gördüyünüz kimi üst hissəyə fikir versəz, üst hissə 2 hissəyə bölünüb. Yuxarısı açıq rəngdədir, aşağısı isə bu ayaq kimi tünd rəngdədir. Və bu isə səhpa da artıq səhpalar hazırdır. Və burada səhpanın alt hissəsidir. O barmaqla göstərdiyi hissələr skoç vurulub ki, ora kleylənəndə bir-birinə yapışsın. Kraska kleyi tutur, imkan vermir yaxşı yapışsın. Ona görə ora skoç çəkilib, kley yaxşı tutsun deyə. Və gördüyünüz kimi siz də belə keyfiyyətli, səliqəli və sifariş verə bilərsiniz. Təbii ki, sizin də malları işlənməsindən ən xırda vaxtından çəkib sizinlə paylaşa bilərik. Bu isə ev vəziyyətində görüntüsü məncə çox möhtəşəm alınıb. Hər birinizə təşəkkür edirəm, minnətdaram.